Burada soruşulur ki, bir müsəlman ibadətlərini yerinə yetirir, dua və zikri dilindən düşürmür, haqq yemir, daim olmasa belə gecə namazına durur. Buna baxmayaraq sıxıntılar getmir, borc azalmır, qəlbi daralır, yuxu belə yata bilmir. Bu adam başqa nə etsin? Sözsüz ki, burada baxmaq lazımdır ümumiyyətlə bu müsəlmanın halına. Bir çox müsəlmanlar dar vəziyyətə, ağır vəziyyətə düşəndə ibadətlərini artırırlar. Siz deyən kimi olurlar. Əlbəttə ki, bu yaxşıdır, lakin bu çalışmaların faydası, təsiri daha az olur. Nəinki müsəlman əgər daim Allahı yada salır, problemləri gözləmir, daim Allah subhanahu wa ta'ala tanıyır, onun haqqını ödəyir, ibadətləri edir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Təarraf ilallahi fir-raxa, ya'rifka fiş-şiddə." Allah yaxşı gündə yada sal, pis gün gələdə Allah da səni yada salsın. Bu bir. İkincisi, əgər söhbət gedirsə müsəlman həmişə belə olub, ibadətlərində hərisdir, zikirlərində və s. Bu da belə baxanda təbiidir. Ola bilsin ki, mömin insan, təqvalı insan Allah subhanahu ta'ala ona bəla göndərsin. Bu təbiidir. Bizim Peyğəmbərimizə aleyhissalatu vesselam baxsaq, görərik nə qədər bəlalar olub, çətinliklər olub və neçə dənə məsələn zikir öyrədib bizə. Çətinlik gələndə, bəla gələndə, qəm, hüzün gələndə nə etmək lazımdır, nə demək lazımdır. Yəni bu təbiidir. Müsəlman gərək bu dünyada çətinliklərlə rastlaşır. Bu təbiidir. Hətta Allah subhanahu ta'ala Quran-Kərimdə buyurur ki: "Əm hasibtum an tədxulul cənnə və ləmmə yə'tikum məsəlul-ləzîne xalav min qablikum." Məgər siz cənnətə daxil olmaq istəyirsiniz ki, sizin başınıza, sizdən öncə olanların başına gələn kimi başınıza bəla gəlməsin? Sonra deyir Allah subhanahu ta'ala necə bəla idi? Məsətumul bə'sa və-dərra və zulzilu hatta yaqul rasul vəllezîne amanu ma'ahu mətə nasrullah. Onların başına müxtəlif bəlalar gələrdi, çətinliklər gələrdi, xəstəliklər gələrdi, zəlzələlər gələrdi. Yəni sirkələnərdilər. O dərəcəyə çatardı ki, bu ağır imtahanlar Peyğəmbər və möminlər deyərdi ki, mətə nasrullah. Yəni səbr eləyirik. Nə vaxt gələcək görəsən bu Allahın köməyi? Ələ innə nasrallahi qarib. Sonra Allah subhanahu deyir ki, Allahın köməyi yaxındır. Sadəcə səbr eləmək lazımdır. Yəni görürsünüz, hətta peyğəmbərlər, möminlər bəlaya məruz qalırdılar. Yəni bu təbiidir. Fikirləşmək lazım deyil ki, sən əgər möminsənsə, sən bəlanı görməyəcəksən. Yox. Lakin ibadət etməklə, zikirlər etməklə, Allahın qədərinə iman gətirməklə o bəlalar azalır. Xüsusən bəzi zikirlər var, onları demək lazımdır. Məsələn, hüzün və həm qəm zikri. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim onu deyərsə Allah subhanahu taala ondan o hüzrü aparar. Allahumma inni abduk ibnu abdik ibnu ammatik nasiyati bi yedik madin fi hukmuk adlun fi qada'uk as'aluka bi kulli ismin huwa lak sammayta bi nafsik aw anzaltahu fi kitabik aw 'allamtahu ahadan min khalqik aw istatharta bi fi 'ilmi al-ghayb 'indak an taj'al al-Qur'ana rabi'a qalbi və nur sadri və cala huzni və zahab hammi. Və digər zikirlər, onlara baxa bilərsiniz məsələn bəzi kitablarda. Həmçinin deyirlər Peyğəmbər sallallahu tez-tez bu duanı eləyərdi. Deyirdi ki, Allahumma a'udhu bika minel hammi vel hazan və minel aczi vel kesel və minel cubni vel buxl və min dal'id dayn və qalabetir rical. Xüsusən bu zikir. Peyğəmbər sallallahu deyirdi ki, Allahım sənə sığınıram qəmdən, hüzündən və həmçinin acizlikdən, tənbəllikdən və həmçinin paxıllıqdan və qorxaqlıqdan. Sonra deyir ki, və borcdan sənə sığınıram və insanların zülmündən. Məsələn, bu zikri də insan desə, inşallah Allah subhanahu ta'ala asanlaşdırar. Və həmçinin qədərə iman. Qədərə imanı tədələşdirmək lazımdır. Başa düşmək lazımdır ki, nə baş verirsə, nə müsibət baş verirsə, hamısı savabdır. Hamısı gəlir sənin başına və sən səbr etməklə savab qazanırsan. Savab qazanırsan. Allah subhanahu ta'ala bütün müsəlmanlara kömək olsun. Allah da yaxşı bilir.